Taxta boşqab. Baba lap qocalmışdı. Ayaqları gücdən düşmüşdü. Gözlərinin işığı getmişdi. Dişləri tökülmüş, qulaqları da ağır eşidirdi. Yemək yeyəndə xörək ağzından tökülürdü. Yemək vaxtı babanı masa arxasında əyləşməyə qoymazdılar. Onu sobanın dalında oturdub, xörəyini də orada verərdilər. Bir dəfə nahar vaxtı babaya bir qabda xörək verdilər. O, qabı yaxına çəkmək istəyəndə əlindən salıb sındırdı. Gəlin babanın bu işindən hirslənib, "Sən bizim evdə qab-qacaq qoymayacaqsan?" deyə onu danlamağa başladı. Sonra da dedi: "Bu gündən sonra xörəyi nimçədə yox, taxta qabda yeyəcəksən." Qoca bir cavab verməyib, dərindən bir ah çəkdi. Bu işdən bir neçə gün keçmişdi. Babanın gəlini və oğlu evdə oturmuşdular. Nəvəsi də döşəmənin üstündə əyləşmişdi. O, taxta parçaları ilə əlləşir, nə isə düzəltməyə çalışırdı. Atası maraqlanıb soruşdu: "Bala, nə düzəldirsən?" "Atacan, ağacdan qab düzəldirəm. Nə vaxt sənlə anam qocaldınız, sizə bu qabda yemək verəcəm." Uşağın bu sözlərindən sonra atası və anası bir-birlərinin üzünə baxıb məyus oldular. Onlar babaya elə rəftar etdiklərinə görə peşman idilər. O gündən babaya hörmət etməyə və qulluğunda durmağa başladılar.